Pezeşkiyanla İlham Əliyev niye poz verir? Niye 2 günün biri paylaşırlar? Ceyhun Bayramov, İlham Əliyev, Fars dilinde ne bileyim post paylaştı, ne bileyim İlham kardeşim dedi, Pezeşkiyan kardeşim dedi. Niye bunu bile paylaşırlar? Sadece dahili auditoriyaya, Azerbaycan halkına böyle mesaj verirler ki, bak ne, İran'la biz kankayıq. Yani o İran deyir de İlhamı öldürecek. Bak onlarla biz birbirimize kardeş deyirik. Daha bu geri zekalı halkın yarıdan çoğu anlamayacak ki, bu prezident Pezeşkiyan da İsrail'in adamıdır. İbrahim Reis'in İlhamın elinden öldürüp onu getirdiler ki, bak dini lider karşı hamını öldürende danışmağa onunla danışsınlar. O boyda İran'ı istediği kimi elastik vəziyyətə salsınlar belə. Bütün orada bir sepahın, bir generalı nədir, bir mayoru qədər gücü səviyyəsi yoxdur. Söz ötkünlüyü yoxdur Pezeşkiyanın. Bildiniz mi siz? Ona deyirlər, biz bilirik sən İsrail adamsın, sənə sonra məşğul olacaq. Ged ot yerində. İlham Əliyev ona yalvarır ki, mənim sepahdan aramı düzəlt, mənim təzə dini liderdən aramı düzəlt. Bu da deyir, qorxuram. Onlarla əlaqəyə yaxın qoymurlar. Bilirlər ki, mən də İsrailin adamıyam ya da şübhələnirlər. Vəssalam. Baxın gördünüz mü? Nə günə qoydular. Bu sözlərimi kəsin, paylaşın, bu millət bilsin ki, 2 günün biri niye bu mesajı verirlər. Deydallah oğlu, deydallah. İlham Əliyev. Körpü uçtu güzdək. Allah Allah, masazır yolu çöktü. Körpü uçtu. Vay atona vay, vay atona vay. Camaat körpü uçub, camaat belə gedir. Yaxşı, baxın ay millet. İndi sizə gör nə deyəcəyəm. Körpü uçub görün, camaat durbaların üstündə necə sürünə gedir. Baxın ay millet. Yaxşı orada bir hamilə qadın olsa nə olacaq? O bir kənddə. Yaxşı orada bak bir dənə hamilə qadın orada belə keçə biləcək mi? Necə olacaq ay millet? Bak, oradan yıxılsa oğlan öləcək. Vay, evinə bazarlıq eləyib, çörək yaparır, gör necə gedir evinə. Vay, Kemaləddin Heydər. Puh, ayıb olsun sizə. Belə ölçü olar mı? Yaxşı, indi deyək ki, körpü uçdu. Qəza baş verdi, körpü uçdu. Nə olmalıydı? Müdafiə Nazirliyində də var, Sərhəd Qoşununda da var, Fövqəladə Hallar Nazirliyində də var. Maşında da gəlir, istər suda körpü salır, istər də belə yerdə körpü salır. Hanı, niyə gəlib o xilas edici texnikaları, o körpüləri salmırlar? Niyə? Bu birincisi. İkincisi, bizim böyük, xüsusilə metrolar üçün, müəyyən keçidlər üçün, böyük, yəni o metronun o qatarın getdiyi qədər o diametrdə böyük beton durba kimi belə betonlar var. Sırası, Fövqəladə Hallar Naziri, Kemaləddin Heydərov, onun ikisini gətirib üçün yan-yana ola turlayıb, üstünü də şebenləyib, qırrayıb, yol aça bilməzdi mi? Dahası, heç olmasa oradan piyada keçidi üçün bir dənə belə, bir dənə belə, nə deyirlər ona, dəmirlərlə belə atma piyada körpüsü salamazlar mı? Əllərində deyil mi? Bütün texnikalar əllərində deyil mi? Mən deyim sizə, Kemaləddin Heydərov, Şibeller. Aysa 2 dənə Şibeller şaqqıldanıb ola Şibellerlə bir yol açmaq mümkün deyil. Sadəcə Kemaləddin Heydərovun bütün xüsusi xilas edici texnikaları, hamısı mülki insanlara arendaya verilir. Gəncədə mənim adamlarım belə gedib fövqəladən texnikalarını arendaya götürür. Traktorlar, buldozerlər, basanlar, onun bilgənlər, hər şey. Niyə? Devlətin pulunla, xalqın pulunla, sərvətinin ya vergisinin pulunla texnika alıblar ki, bu texnika xalqa xidmət edəcək fövqəladə vəziyyətlərdə. Amma həmən texnikanı elə xalqın özünə arendaya verirlər. Sadə 50 manat, 100 manat. Belə şey olar mı qadan alır? Belə devlət olar mı? Belə vicdansızlıq olar mı? Başınıza dolan. Olmaz, olmaz, olmaz. Olmaz, belə olmaz.